Gələcəkdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsində təhsilimi davam etdirmək istəyirəm. Vətənimə, millətimə faydalı, xeyirli kadrlardan olmaq istəyirəm. Buraxılış imtahanında bir məzunumuz 300 bal, indi isə blok imtahanında, yəni indiki keçirilən blok imtahanında maksimal 400 bal topladı şagirdlərimiz. Dövlət İmtahan Mərkəzi 1 və 4-cü ixtisas qrupları üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. İmtahanda 4-cü ixtisas qrupu üzrə ən yüksək nəticə alan 400 balı 5 nəfər şagird toplayıb ki, onlardan biri də Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızıdır. Birinci sinifdən bəri burada təhsil almışam. Mən Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali təhsil müəssisəsinə qəbul imtahanının ikinci mərhələsində maksimal, yəni 400 bal toplamışam. Bu uğurlarıma görə ən başlıca olaraq valideynlərimə və müəllimlərimə borcluyam. İkinci, yəni bu uğuru toplamağımda digər bir amil planlı və məqsədli çalışmağımdır. Mən günümü rejimlərə bölürdüm və elə edirdim ki, həm istirahətə, həm dərsə vaxt ayırırdım. Təbii ki, burada ən önəmli olan çox oxumaq yox, keyfiyyətli oxumaqdır. Mən digər abituriyentlərə məsləhət görərdim ki, onlar rejimlərini düzgün bölsünlər və kitab onların dostu olsun. Fidan hər iki imtahanın nəticəsinə görə ümumilikdə 694,8 bal toplayıb. Məktəbin direktoru əməkdar müəllim Rüxsarə Məmmədova nəticənin gözlənilən olduğunu bildirib. Bugün 400 bal toplayan şagirdimiz Fidan Əliyeva ilə təbii ki, bütün pedaqoji kollektiv fəxr edir. Mən bir şeyi xüsusi qeyd etmək istəyirəm ki, Fidan Əliyeva bir gün, bir saat, bir dəqiqə, bir saniyə belə dərsdən qalmamışdı, dərsdən yayınmadı. Var gücünü deməli məktəbdə təhsil almağa həsr etdi və eyni zamanda təbii ki, əlavə olaraq da məşğul olurdu. Və onun bu gərgin əməyinin bəhrəsi özünü göstərdi və o maksimal balı toplaya bildi. Və bugün çox fəxr edirik ki, bizim bu il 25-ci ildə 40 məzunumuz var. Buraxılış imtahanında cəmi 4 şagirdimiz, 40 şagirddən cəmi 4 şagirdimiz 200-dən aşağı bal toplayıb və hardasa bir 70% isə 250 baldan yuxarı bal toplayıblar. Və bu qürur vericidir. Biz fəxr edirik şagirdlərimizə və inanırıq ki, cəmiyyətimizə dəyərli bir şəxslər kimi daxil olacaqlar. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.